Hazırda Yevlax rayonu ərazisində 7000 başa yaxın keçi və bir o qədər də camış saxlanılır. 40 ildir camış bəsləyən Yevlax rayonunun Malbinəsi kəndində yaşayan Novruz Mirzəyev deyir ki, bu heyvanların südündən və ətindən istifadə edir. Camışları vaxtaşırı satışa çıxarır. Sağlanı bazara aparırıq, subayında borduyuruq, qəsəb gəlir burada götürür, aparır. Yevlax şəhər mərkəzi bazarında isə keçi və camış ətinin açıq satışına rast gəlinmir. Bu hal tələbatın olmaması ilə əlaqələndirilir. Bizim bazarda camış əti yoxdur, satılmır. Ona görə ki, burada alıcısı yoxdur onun. Maraqlısı budur ki, alıcıların əksəriyyəti aldıqları ətin hansı heyvana aid olduğunu bilmirlər. Tanıya bilmirəm. Ancaq baxıram ətə. Baxıram ki, hansı ət xoşuma gəlsə ondan alıram, amma bilmirəm. Qeyd edək ki, bazarlarda camış və keçi əti satıla bilər. Sadəcə satıcılar bu işin marağında deyirlər. Alıcılar da bu heyvanların ətini almağa həvəs göstərmirlər. Bəzən isə satıcıların camış və keçi ətini mal və qoyun əti kimi satdıqları da istisna olunmur. Ümumilikdə isə həmişə keçi və camış inək və qoyuna nisbətən ucuz olub. Bu heyvanların əti bir çox xəstəliklərin dərmanı sayılır. Camış və keçi südü yağlılığı ilə seçilir. Bu südlərdən hazırlanan məhsulları alanlar da çox olur. Elnari İbrahimova, Agil Məhərrəmov, Şaban Cəfərov, Yevlax.